Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Fəzlə xanım, bildiyimiz qədərilə artıq məhkəmə hökmü sizə təqdim olunub. Bəli. Çox istərdim ki, bu barədə danışasınız. Məhkəmə hökm verib, amma elə bir hökm çıxardıb ki, ağla sığılmayan 10-cu sinif şagirdinə qarşı bu qədər qanunsuzluq, yəni mən başa düşürəm, biz elə bir dövlətdə yaşayırıq ki, buranın qanunu da var, qaydası da var, hər bir şey var. Amma niyə bu qədər, bu nəyin prinsipidir, nəyin sifarişidir, kimin tərəfindən olunur bu, mənə çatmır. Qərar götürüb yazılıb orada ki, mən deməli qonşunun evini göstərilib, qonşu evi kimi, deməli yanakı evi göstərib qız ki, biz burada qaraj formasında, görəm ki, qarajdır ora, biz burada olmuşuq bir yerdə oğlandan, elə bir şey olmayıb. Yəni bunu təsdiq edən şahidlər var, sənədlər var. Mən başa düşə bilmirəm ki, Şəlalə xanım... Necə həmin əraziyə baxış keçirilmişdir? Bəli, keçirilmişdir. Müstəntiq gəlib orada çəkiliş eləyib. Həmin çəkilişləri məhkəməyə vermişik. Orada yaşayan xanımı çağırıblar, dəvət eləyiblər. Evin yəsini dəvət eləyiblər ora. Həqiqətənmi ev başqa adamındır? Və bu dərəcədə qanunsuzluq olmaz axı. Da biz hara gedək şikayətə? Və həmçinin bildiyim qədər, siz icra nümayəndəliyindən arayış da alıb vermişsiniz. Bəli. 22-ci ildən orada yaşayır. Bəli. Və həmçinin də polisdən, yəni sahə müvəkkilinin cərimələri var. Bəli, yaşayan şəxslər, yəni kirayədə sənədsiz deməkdir, müqaviləsiz yaşadığına görə cərimələnib, bəli. Cərimələri var. Yəni bunları da təqdim eləmişsiniz. Hamısı, bəli, sorğu eləyiblər, məhkəmədən sorğu eləyiblər və sorğunun cavabı olaraq da anten məlumatlar çıxardılıb. Və bu qədər böyük bir biabırçılıq olmaz. 10-cu sinifdə oxuyur bu uşaq. Bu uşağa qarşı nə qərəzlik var ki, bu uşağı bu formaya salıblar. Mən sizdən xahiş eləyirəm. Mən cənab prezident, sizdən xahiş eləyirəm. Buna göz yummaq olmaz bu dərəcədə. Həqiqətən də mən olmuşam. Hələ məhkəmədən öncə mən prokurorluqda olmuşam, şəhər prokurorluğunda olmuşam. Şəhər prokurorluğunun Suraxanında keçirilən qəbulunda iştirak eləmişəm. Və oradan Elşən Abbasov göstəriş verib. O göstərişlə mənim oğlumun bütün sənədləri yoxlanıb. Orada mənə deyiblər ki, həbs ediləcək qədər heç bir dəlil yoxdursa, sübut yoxdursa, necə bu prokuror mənim işimi məhkəməyə göndərir? Sonra gedirəm, soruşuram ki, cənab prokuror, siz mənim işimi Rəşid, adı Rəşiddir, familiyanı valla bilmirəm, yadımda da deyil. Sual verirəm ki, mənim oğlumun sənədlərini məhkəməyə göndərmişsiniz. Nə ilə bağlı göndərmişsiniz? Deyir, verilən ərizələrlə. Deməli, mənə şəhər prokurorluğunda bildirirlər ki, bu daxili, prokurorun daxili, yəni özü əgər daxilən istəsə, buraxa bilər. Necə daxilən istəsə, buraxa bilər? Əgər bugünkü gün 10-cu sinif şagirdinin başına bu oyun açılırsa, bundan sonra biz kimə inanaq? Mən bu dövlətdə oğul yetişdirirəm. Biri əskər, bu birisinin əskərliyi vaxtıdır. Nəyə görə bu haqsız yerə yatmalıdır? Necə hakim qəbul eləmir? Nə şahidi, nə sənədi, necə qəbul eləməyə bilər? Mənə maraqlı odur ki, hansı sübuta nəyi yetirdiniz ki, bu 3 il qərar verdiniz? Sübuta nə ilə, necə yetirdiniz? Bax, mənə bu maraqlıdır. Anten məlumatlar dediniz, yoxlanıldı. Hər bir şey yoxlanıldı. Başqa nə sübut gətirimsə, yetəri qədər mən hakimə dəlil vermişəm. O dəlillərin heç birini saymır. Niyə? Qızın səmimi yazışmasında qız deyir ki, onsuz da biz tapşırılmışıq. Əzamini buraxmayacaqlar. Elə düz də çıxdı. Düppədüz də deyib. Deməli, qız bilirmiş. Qız boşu-boşuna demir ki, hakimlər tupoydu. Mən demirəm bunu. Bunu qız yazışmasında deyir, səmimi etirafında deyir ki, hakimlər, bəli, hakim çağırır qızı, deyir ki, qızım, bunları, bu yazıları sən yazmışsan, bu sənin nömrəndir, deyir, bəli, mənim nömrəmdir. Deyir, bunları sən yazmışsan, deyir, bəli. Hakimin tupoyluğuna gələndə, deyir, bunu sən yazmışsan, deyir, bunu mən yazmamışam, hakimi görür, deyir. Sənin telefonun bəyəm əlində deyil, sənin telefonunu qonşu gəldi, götürdü ki, ver bu kəlmələri də mən yazım. Bu böyük biabırçılığının qarşısını kimsə alacaq, yoxsa yox. Mən hara gedim müraciət edeyim? Mən gedim kimə müraciət edeyim ki, bugünkü gün mənim öz dövlətimdə, öz vətənimdə mənim evladıma qarşı bu cürünə qanunsuzluq elənir. 10-cu sinif şagirdinə. Mən hara gedim?
Mən gedim hansı səfirlikdən? Niyə məni məcbur edirlər ki, səfirliklərə get, başqa yerə vətəndaş kimi yalvar ki, məni götürün aparın. Mən öz dövlətimdə qanunsuzluğa uğrayıram. Və bunun qarşısını alacaq biri olmalıdır, yoxsa yox. Kimsə buna bir yox desin də, dur desin. Hakimlər özləri qərar verir. Yaxşı, oturub qərar verirsən sən. Allahdan da mı qorxmursan? Sənin evladın yoxdur. Heç olmasa Allahdan qorx. Ay Şəlalə, Allahdan qorx. Heç bir sübut olmadan mənim uşağıma sən iş kəsmirsən. Nəyi sübut elədin? Yazışma yox, şəkil yox, video çəkiliş yox, heç nə yoxdur. Yetəri qədər sübut vermişəm mən sənə. Hələ bundan sonra da məndə elə sübutlar var ki, belə ağla sığılmaz dərəcədə. Şəhər prokurorluğu verdiyim sübutları ləğv eləyir. Niyə? Səbəbi nədir? Nə səbəbi var? Mənim oğlumla kimdir bu prinsipi aparan? Kimdir bunu eləyən kimdir? Mənə bunu bildirsinlər. Mənə desinlər ki, sənin oğlunun günahı budur. Bugünkü gün hakim nəyi təsdiq elədi? Qızdan telefon istədilər, dedi telefonum yoxdur, qırılıb. Qızdan sənət istəyirlər, yoxdur. Heç bir şey gətirmirlər, şəkil deyirlər, yoxdur. Heç nə yoxdur. Nə ilə? Qızın bir dənə yalan danışmağı ilə, o qeydiyyatdan keçməmiş ərzəsi ilə mi mənə sübut elədilər uşağıma? Mən xahiş edirəm sizdən. Cənab Prezident, 10-cu sinif şagirdinin başına açılan oyuna göz yummayın. Xahiş edirəm sizdən. Adiyyatı qurumlar, mən sizə müraciət edirəm. Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət edirəm. Hakimlərinə baxsın, görsün hakimləri necə qərar verir. Necə qanunsuzluqdur bu? Azərbaycanın ədliyyəsi əldən gedir, buna baxan yoxdur. Başqa biz kimə müraciət edək? Gedirəm qəbula, İnam Kərimovun qəbuluna gedirəm, mənə deyirlər ki, İnam Kərimov 3 ayda adam qəbul eləmir, insan qəbul. Niyə mənim prezidentimin göstərişi ilə bütün məmurlar qəbul eləməlidir vətəndaşları? Nə üçün məni qəbul eləmir? Niyə məni qəbula salmırlar? Dəfələrlə ərizə yazmışam. Məhkəmə Hüquq Şurasında mənim vəziyyətim istəşib üstümə orada skoru gəlib. Niyə? Çünki Suraxanı rayon məhkəməsində haqsız yerə 2-ci dəfə ittiham verilib oğluma. Qanunsuz şəkildə. Vaxtı keçmiş ittiham verilib. Mən hara gedim şikayət edeyim? Bu məhkəmə qərar çıxardı mənim oğluma ki, Suraxanı məhkəməsindən başlanıb bu iş. Suraxanı məhkəməsində Səlmə Miriyeva qərar çıxardır. Qərarda yoxdur heç nə. Hansı sənədlə çıxartdın sən bu həbs qərarını? Ev tutaqlığına veririk. Məhkəmə sədri mənə deyir ki, narahat olmayın, araşdıracaq, ev tutaqlığına buraxacaq, Rasim da adı. Yaşın başın var, ən azından özünə hörmət elə. Bəsdir bu biabırçılığa son qoyun artıq.